şükür nemətə veriləcək ən əsas nədir? Cavabdır. Nemət verilir, şükür edirsən. Və şükür də əziz qardaşlar necə olur? Dil ilə, qəlbi ilə, bir də əməllər ilə. Sən əgər şükrü dildə deyib, qəlbində onu anlamırsansa, başa düşmürsənsə, sənin bu şükrün doğru şükür deyil. Və yaxud dilində deyirsənsə, qəlbində bilirsənsə, icra etmirsənsə, sənin şükrün doğru deyil. Yəni, nemətlərə qarşı əziz qardaşlar, ən gözəl cavab şükürdür. Əksin etsən, artıq nankor olacaqsın. Allah Azza və Cəllə sənə nemətlər verir, sən o nemətləri israf edirsən. Və israf həqiqətən də şükürsüzlüyün əlamətidir. Əgər Allah sənə verdiyi nemətləri israf edirsənsə, bu şükürsüzlüyün əlamətidir. Çünki israf olunan hər bir nemətə görə insan cavabdehlik daşıyır. İmam Şafi Rəhməhullah bu haqda deyir ki, əgər sənə bir tikə çörək, bir içim su verilibsə və sənin başın üstündə bir kölgə varsa, sənə dünya verilmişdir. Əli ibn Əbi Talib deyir ki, nemətlər şükürlə qorunar, nankorluqla yox olar. Baxırsan, əlhəmdülillah, yəni Allah Azza və Cəllə bizə sağlamlıq neməti verib, bizə ruzi neməti verib, sığınacaq, ev neməti verib və iş neməti də verib. Və bununla yanaşı görürsən ki, insanlarda narazılıq var.